Deməli, kəskin mübarizə şəraitində gedirdi bu islahat. Bu hansıdır? Kəskin mübarizə şəraiti. Bəli. Vergi islahatı. Vergi islahatı tamamilə düzgündür. Yaxşı, bu hansı islahatdır ki, bu islahatda deyəcəm, diqqət ol. Əsas məsələ qazi vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına. Məhkəmə islahatı düzgündür. Bu hansı islahatdır ki, yarımçıq qaldı? Məhkəmə. Məhkəmə düzgündür. Yaxşı, bu hansı islahatdır ki, İqta torpaqları İncu, Divan və Bayraq torpaqları hesabına verilirdi? Torpaq islahatı. Torpaq islahatı, bəli. Bu hansı islahatdır ki, bax diqqətlə, bu islahatdan sonra qopçur vergisi tədricən aradan qalxmışdı bu islahatdan sonra. Dini islahat. Dini islahat. Bu islahatdan sonra o Mahmud adını almışdı. Bu hansı islahatdır? Mahmud. Bu da dini islahat. Dini islahat, bəli. Bu islahatdan sonra ölkədə, daha doğrusu belə deyim, 2 il ərzində keçirmişdi bu islahat. Bu hansıdır? Vergi deyəsən. Yox, 2 il ərzində olan rabitə islahatıdır, rabitə. Rabitə. Kəskin mübarizə olan vergidir. 2 il ərzində olan rabitədir. Mahmud adını götürməsi, qopçur vergisinin aradan qalxması dinidir. Ədalətli din xadimləri məhkəmədir. Yarımçıq qalan məhkəmədir. Yaxşı, bu islahatda əsas yollarda 3 fərsəxdən 1, yəni 20-21 kilometrdən 1 rabitə dayanacağı yaradılmışdır. Rabitə düzgündür. Bu islahatdan sonra Nurlan, vahid pul sistemi yaradılmışdır. Çəki və ölçü vahidləri. Ticarət. Qazan xanın inzibati islahatı olubmu? Belə bir sual düşür. Məsələn, Qazan xanın filan islahatı varmı? İnzibati islahatı varmı? İnzibati eşitməmişəm. Nə islahat eşitmirsən bəs yaxşı? Məhkəmə, torpaq, vergi, rabitə, ticarət. Dini var? Dini islahat. Dini islahat da var, bəli.